Salam aleyküm əziz dostlar. Xoş gördük. Necəsiz? Ərz edeyim xidmətinizə. Bugünkü jurnalism dərsində Azərbaycan Milli Fəallar üçün jurnalism dərsində teorik bölümün başlayıram. Əlbəttə bir tədad qoyun dostlardan. Siz də əgər mümkün olsa dostlardan xahiş edirəm, qonaqlardan çağırın. Hər kəs ki, fikirsiz əlaqəsi ola belə bir bəhsə çağırın və həmçinin xahiş edirəm share eləyin videonu, bəlkə dostlar görərlər. Əlaqələri olar, istərlər ki, yayalar ya örgəşələr, hər halda zərər olmaz. Mən icazəzinlə bəli, amma icazə vermiş çox adamı çağıradan biraz burası yenə də dostlardan xahiş eləyim, əgər mümkün olsa videonu yayasınız, share eləyəsiniz live halda. O birisi dostlarımız da sizin dostlarınız ki vardı, onlar görsünlər və ha belə dostlarınızı çağırasınız. Oradan ki mümkündür. Bilirsiniz, əlaqələri olar, yazırlar, yazmaq istəyirlər bunlara. Mən bir dənə proje götürmüşəm özümə. Roşənfikr nədir? Hangi təbəqi ictimaidən ya hangi məşağildə işləyənlərdən roşənfikri çıxar və roşənfikrin məsuliyyəti nədir? Çox çalışıram ki, bunu İngilisi mənbələrdən buna tapam görəm, bunlar nə cür düşünürlər, roşənfikri ya ziyalılıq, bunu necə düşünürlər? Burada bir Amerikada bir ustadı danışgah tapdım ki, bu məsələ onun dərdidir. Amerikada dərdidir. Yəni Amerikada çalışır ki, ruznamenigarı dərslərində danışçıları roşənfikr eləsin. Əlaqəyə girmişəm, çalışıram ki, bu adamdan bəlkə hətta Günoz TV-yə də dəvət edəyəm, roşənfikri nədir filan, orada biraz bu adamı danışacaq, amma hələlik görək ki, nə olur. Mən bu adam mötəqiddir ki, roşənfikr bir neçə dəstənin içində olar. O cümlədən usulən ruznamə yazan yazar roşənfikr olmalıdır. Bu bəhs çox ciddi bir məsələdir, amma mən bunu bu günləri bir ayrı baxışdan baxacağam. Sorğulama ya porseşgəri. Farsça porseşgəri, amma Türkçə sorğulama məsələsi var, çox ciddidir. Ziyalı olmaq, roşənfikr olmağın birinci addımı sorğulamaqdır. Sorğulamaq, mən indi durmalıyam, ayağa icazəsindən bağışlayın. Sorğulamaq, çox da görsənməsin ki, bizim pərdəmizin başı haracandır. Əlbəttə, bu bayraqdır, pərdə deyil. Ərz edeyim xidmətinizə ki, siyasi oldu şilasımız. Əlbəttə, bir siyasi. Sorğulama ziyalılığın və roşənfikirlığın ya ruznamenigarinin birinci addımıdır. Əslən, jurnalistin əsası sorğulamaq əsasındadır. Jurnalistin vəzifəsi cavab vermək deyil. Əsli vəzifəsi cavab vermək deyil. Əsli vəzifəsi jurnalistin sorğulamaqdır, sual soruşmaqdır. Yəni, xəbər istiruq yazaq dedik. Əgər istiruq bir dənə xəbər yazaq, o xəbər o zaman xəbər olar ki, onda deyək kim
nə zaman, nə cür, ondan sonra necə, harda bu sorulara cavab verəndə olar xəbər. Bir dənə sadə xəbərə biz gələk 5 ya 6 dənə suala cavab axtaraq. Əslində biz 5 ya 6 dənə sual soruşaq, onlara cavab tapaq, o olsun xəbər. Pəs jurnalizmin əsli əsası sual soruşmaqdır. İndi jurnalistdən sual soruşmaq olar. Əgər jurnalist özü geçsə bir yerdə, otursa bir adamdan və ünvanı cavab verən otursa bir səndəliyin üstünə, mən məsələn burada otursam bir jurnalist kimi siz məni sorğulasaz, onda mən cavab vermək haqqım var. Amma o zaman ki mən xəbərnigarlıq markı ilə, armi ilə hərəkət edirəm, mənim vəzifəm sorğulamaqdır. Buradan bir şey də çıxır, onu da yadımdan çıxmamışdım deyim. İntiqad. Buradan bir şey çıxır. İntiqad. İntiqad etmək ya nəqd etmək sorğudur. Nəqd etmək sorğudan başlanır. Biz əgər istəyək bir şeyi nəqd eləyək, onun nəqdi sorğudan geçir. Əvvəl nə mənə nəqd elərik? Diqqət buyurun. Əslən o xəbərnigar üçün sual soruşmaq başarmır. O xəbərnigar deyil. Bu bir. Jurnalist deyil. Jurnalistin payası qoyulubdur. İndi güləcəkdir mənim dostum olsun. Gül günü nə etməkdə belədir. Bir yol əlbəttə bu iş rəngi də o qədərdir ki, getməsə də görsənmir ki, siz orada görürsünüz, bilmirəm ya yox. Ərz edeyim xidmətinizə ki, mən bundan güləşirəm. Ərz edeyim xidmətinizə ki, nəqd o intiqadın da əsası, payası sorğulamaqdır. Hər növ fikir, hər növ yazı bir paya üstündə qoyulur. Yəni, onun beysi, əsası, bünövrəsi bir fikirdir. Məsələn, bir dənə cümlə oxuyaq. Mən bu günləri bir neçə cümlə eləmişəm. Seçdim, qoydum Facebook'a. Bəlkə onu oradan dostlar görsələr, görərlər xəbərləri. Məsələn, bir dənə indi görürük ki, xəbərlər var. Mən əgər tapsam bunu, öz yazılarımı, öz qismətimə getməmişəm ona görə. Hər bir fikri ki istir gəlsin, məsələn, bir dənə xəbər yazıblar, bir dənə Azərbaycanlı döktür var, cərrahdır, Ağay Babayi adında. Yazıblar ki, diqqət buyurun ha, yazıblar ki, Ağay Babayi pişnihad eləyibdir ki, bu cəmidə ölənlərin ki, öldülər Santidə, bu cəmidə ölənlərin arvadların siyğə eləyək. Biz elə bunu eşidən kimi bir xəbərnigar əvvəl gələk soruşaq ki, bir döktür bu sözü deyər, bir türk bu sözü deyər, bir Azərbaycanlı bu sözü deyər, bir milli fəal bu sözü deyər ki, bir iddənin bugünkü günlərdə ehsaslarına tohin eləyər. Elə sorğu buradan başlanar. Bu adam hardadır? Nə cür tapmaq olar? Nə cür danışmaq olar? Facebook'u var ya yox, Twitter'i var ya yox, falanı var ya yox. Oradan axtarırıq.
adama. Məsələn, mən axtardım, görüm adam mərizdir. Bimaristanda əslən özü. Və özü bir dənə bir şey yazıbdı. Onu görəndən sonra yazıbdı ki, mənim əslən Twitterim yoxdur. İndi xəbərnigar hər cümləni ki görür. Hər cümlə ki bir yerdən başlayır, bir yerdə qurtulur, əlaməti sual yox, ya əlaməti təəccüb ilə qurtulur, ya nöqtə ilə qurtulur. Bir statementdir, bir izhar-ı nəzərdir. Bu nəzər, məsələn, Allah var. Cumhuri İslami İran bir siyasi məmləkətdir. Bu da bir cümlədir. Neft bahalandı. Enerji həstəyi haqqı musəlləmi mast. Əlamət təəccüblə də o. Çünki qışqırır adam. Biz əlamət təəccübü qoymarıq hər yerdə. Adı əlamət təəccübdir. Yox. Bunu İranda başarmadıqları üçün belə deyirlər. O yerdə ki, həyəcan görsədir, həyəcan üçün qoyular bu. Nə təəccüb üçün? Həyəcan üçün. Adamlar şuar verirlər, o şuarların qabağında bunu qoyarıq, yəni qışqırır, bağırır. Adam sövünür, bunu qoyarıq, adam narahatdır, bunu qoyarıq, adam tohin edir, bunu qoyarıq, adam təhqir edir, bunu qoyarıq. Məsələn, onlara keçməyək, onlar qalsın, onlara bəhsində gələcək. Biz o cümlələr içində dedim məsələn, onların bəzən pişfərzi var. Yəni, əvvəl insanın zihni ki, bəli, İran var. Sonra da bu Cumhuri İslami İran məsələn filandır. Neft, bu kəşti məsələn o tutubdu. Elə bu günlər istəyəm bu kəştiyə görə də danışam ona görə. Bizim əvvəlin işimiz nədir? Bu xəbərlər içi gəlir, əvvəl bu xəbərləri sorğulamaqdır. Çünki əvvəlin vəzifəmiz budur ki, sorğulayaq. Sorğuda bizə bir şey gəlir. Biz həman sorunu soruşaq ki, o birisi xəbərnigarlar ya, o birisi adamlar soruşurlar ya, taza bir soru soruşmalıyıq. Əgər gəlirlər sualı təkrar eləyək, niyə əslən xəbər yazırıq? Bu adam xəbəri yazıbdır da. Amma bizim vəzifəmiz sual eləməkdir axı. 100 nəfər, 200 nəfər bu cəmiyə görə xəbər yazıbdır. Biz də xəbərnigarıq istəyirik yazaq. Bunda bir mənafe var bizim yazmağımız üçün, onun üçün istəyirik yazaq. Tamam. Bir Azərbaycanlı üçün bu cəmiyə baxırıq, bu cəmidən nə fayda götürürük? Biz mənafe siyasi üçün buna baxırıq, mənafe millimiz üçün bu cəmiyə baxırıq, istəyirik bundan bir fayda götürək. Çünki bu insanların İranda olan insanlığı, ya hər kəs ki, özün İranını bilir, İran toprağına bağlıdır, beni o torpaqla ya müşkülü var, ya rabitəsi vardı o torpaqla, alveri vardı, fikri, duyğusu filanı. Orada bu sorgulama başlanır. Bu cəmi bizə mühüm olur. Bu cəmi bizə mühüm olanda sorgularımız başlayır. Rəsmi xəbərləri görürük. Bilirik ki, hər rəsmi ajans xəbəri öz mənafiyi əsasında xəbər yazır. İmkansızdır siz dünyada Reuters olsun, Associated Press olsun, hangisini desəz. İmkansızdır mənafi millilərinin ziddinə bu xəbəri yazılır. Biz də təbii ki, Azərbaycanlı olaraq mənafi millimizdən baxacağıq. Amma bu xəbəri 200 nəfər, 300 nəfər, 200 dana, 300 dana media dünyada yazıblar. Əsin salıblar. Onlar sorğuları, soruşduqları əsasında cavab alıblar. Biz əgər qərar da həman cavabları alaq, niyə dubarə bunu yazırıq əslən? Nə mərəzimiz var? Məcburuq ki, taza bir soru soruşaq. Soru nədir? Bir dana gəmi, İran da buna bir animation düzəldibdi, qoyubdu, görmüsünüz ehtimalən. Bir dana gəmi var, Bəndər Abbasdan da hardan da çıxır, gəlir Təncə Hormuzdan geçir, gəlir Uqyanus Hindidən, gedir Hindistanın yanından, istəyir geçsin buradan, Çinin yanından, geçsin hara, bilmirik. İşimiz yox buradan bu üzəsi üçün getməyib. Buradan bu üzəsi indi Koreya Şimaliyə gedirdi, Koreya Cənubiyə gedirdi, hara gedirdi, Amerikaya gedirdi, orası mühüm deyil, çünki getməyibdi. Amma burada bir yerdə olubdur. İndi məsələ budur ki, burada bir cəzirənin arasından geçir,
Geçəndə bir dana gəmi də bir ayrı yerdən gəlir. Düz gəlir bunun ortasına. Onun dimdiyi, bu yük gəmisinin dimdiyi dəyir neft gəmisinin ortasına. Düz ortasına. İndi biz bilafasilə neft gəmisinin formatını gərək təhqiq eləyək. Çünki sorğu soruşaq. Əvvəlin şey bu olacaq ki, neft gəmisi nə cür düzələr, sistematik nə cürdür? Neft gəmisi, dostlar, bir dana belə bir şeydir. Bir dana belə bir şeydir. Yaxşı, bunu üç boyutlu görün da. Yaxşı, bu gəmi əgər için doldursalar neftinə, hər dəryanın hər dalğası bunun içində dalğa icad elər. Dalğa icad edəndə bu gəmi aşar. Amma gəmi özü 200-300 milyon dolar gəminin qiymətidir. İçində də nefti var, bir 10-15 milyon dolarlıq da içində gəminin içində nefti vardı. Bəs bu rahatlıqda şey olmaz. Buna neynərlər? Bunun içində cıqqılı məxzən düzəldirlər. Bunun içində bir-birinin dibində bir 100 dana 50 dana, 100 dana belə məxzənlər olar. Ki, bu məxzənlər eyni halda ki, müstəqillidirlər və kiçikdirlər ki, o içində olan dalğaları ki, dəryada buna gələcəkdir, onları kontrol eləsin, qoymasın çox olsun. Eyni halda bunlar cinsi bir cürdür. Çünki bilirlər ki, bu gəmi nə daşır? Neft daşır, qaz daşır. Bu neft, qaz daşıyan gəmi standardı bunun üçün daşınır və həmişə bunu nəzərə alınır ki, bu gəmi partlamaq ehtimalı var. Buna görə ki, bu gəmi partlamasın, bunları bir cəhəti də bu ki, bunların içi doludur belə şeylərinə, məxzənlərinə. Buna görədir ki, əgər bir mövqeyi təsadüfi oldu, bir şey dəydi bu gəmiyə, hətta muşəş dəydi bu gəmiyə, bu gəmidə 3 dana, 5 dana bu məxzənlərdən partlasa, o birisi məxzənlər partlamasın. Diqqət buyurursunuz, o birisi məxzənlərə geçməsin. Bu gəminin, məsələn, deyək, 200 metr uzunluğudur deyirlər, hala 80 metr nə mənə eynidir, filanıdır, belə bir şeylər, amarlar, o da mühüm deyil. Amma bunun əgər 80 metr boyu ola, bu başdan bu başa, bu da vəsətdə 40 metrdə dəyibdir gəminin ucu, bunun bir 10 metri o üzü dəlinsin, yəni 2 dana, 3 dana burada məxzən dəlinər. Bu məxzəndə su var, nəft var, qır kimi bir nəftdir. Çünki bu gedəcək Palaşqada bizim ağ nəft deyil ki, İranda evlərə satırdılar bir zaman. Bu şey nəfti, quyudan çıxan nəfti. Bunun içindən milyonlar deməsək, minlər maddə çıxacaq eşiyə. Bu ağırdır, bu rahatlıqda yanmaz. Orada da od çəkib vurmayıbdır, o fəqət təsadüf eləyibdir. Bunların da ətrafı bir cür düzəlibdir, bunun dövrələrinə bir şeylər qoyublar ki, qoymasın od yansa o birislərə sirayət eləsin, münfəcir olsun gəmi. Çünki gəminin dedim özü qiyməti çox ağırdır. Və tüm bu gəmilər bimə olurlar və standartdılar. Bu gərək beynəlmiləl standart bimə qəbul edən standartın olur. Yoxsa bimə gəlib bunu birdən 1 milyon dolara bimə eləməz ki. Çünki bu partlasa 1 milyon dolar gərək verə. 1 milyon dolar bir dana biməni yıxar. Bunun üçün 1000 dana bunun üstündə oyun çıxadacaqlar ki, bu partlamasın. İndi bu gəmi hər halda partladı, 2-3 dana su töküldü yerə. Əvvələn, çünki bu bilirlər nəftidir, qaz daşıyır, bunun işləyən yeri və motorxanası bu şeylərdən fasilədə olar. Bu məxzənlərdən qıraqda olar. Millət də, karimətlər də bu məxzənlərin içində olmazlar. Gedib onun içində nəyə gedəcəkdir? Onu nəft ilə doldurublar, bir dəfə də orada açıb götürəcəklər. Bunun oraya işi yoxdur. Xaricilər o bölümə getməzlər. O bölümdə olarlar ki, yatacaqlar, yiyəcəklər və motorxana var. Bu bölümdə də
İndi gəminin harasıdır, orası ilə də hələ feydən işimiz yox. Bu bölümədə, bu qismətdən ki, nəft vardı, qaz vardı, heç də gəlib girməz. Bu da bir məsələ. Nə iyi gələr, dəstgahlar qoyublar, sensordular. Üçün o cür olmasa, məsələn, heç partlamasın. Yayda mümkündür ki, isti vura, bu qaz orada qalxa, vura, məsələn, bu bir tikə yerə açıla, gedə bunları öldürər. Üçün istəmirlər, ölələr, bunlar da mütəxəssis neyrudular, bilirsiniz. Bunun üçün bunlara bir sensorlar qoyublar ki, hər növ hiss eləsə, hətta burada evlərdə biz Amerikada, Kanada, hər evdə 2 dənə, bəzən 3 dənə, bəzən 1 dənə müxtəlif tüstü, hiss eləyən dəstgahlar qoyurlar ki, o orada deməksin ki, evdə bir gəldi, bir qoxu gəldi, bir tüstü gəldi, o qışqırsın, adamlar həm yuxudan dursunlar əgər yatsalar, həm qonşular eşitsinlər əgər ev sahibi evdə olmasa, həm polis eşitsin ev sahibi evdə olmasa, həm bunlar gəlsinlər, bu evin o tutmasının qabağını alsınlar. Gəmilər də bu sistemdən bizim məsələn bir ev Amerikada 1 milyon dolar olsun, Kanadada 1 milyon dolar olsun, bu gəmi neçə milyon dolardır? 300, 400, 1 milyar dolar, bunların bəzən qiymətidir. Bunlar bu cür müftə şey olmaz, yəni öz başına ötürməzlər ki, orada adamlar ölsün ya gəmiyə bir şey olsun. Böyük sərvətdir yəni. Ərz edeyim xidmətinizə. Bəs biz bunları sorğuluruq. Sonra deyirik ki, bu gəminin neçə dənə, çünki bunlar hər ehtimal verirlər ki, bu gəmi bir gün partlaya bilər də, bir dəlilə. Bomb qoyarlar, filan olar. Bu başda partlasa, ya vəsətdə partlasa, ya dalda partlasa, hər yeri partlamasın, bir sistem qoyulub buna. Heç gəmini də muşəklə vursalar, hər yeri partlamaz. Bir yerzi partlar, qalanı qalar. Hətta navi cəngi keçid olur mühümmatına belə. Onlar da sistemləri bu cürdür ki, rahat partlamasınlar. Ondan sonra gələk deyək ki, bunların qayıqları var. Qayıqları ki, hətta dəryaya əgər nəft tökülə, od tuta, bunlar eləyə bilərlər, ona minələr. Bu günləri bir şey oxuyordum ki, yazmışdı, 2 dana var bu qayıqdan, biri sağında, biri solunda. O yatdıqları və motorxanaya yaxındır ki, durub oradan xaricəllər, işləyənlər, mələvanlar qaçıb minələr, ona düşələr suya, qoyalar odun da içindən çıxıb gedər o tərəfə. Yəni bunların sistemi şeyləri bu cürdür. İndi bizim sorğularımız başlayır. Niyə bu gəmi ortadan şey olubdu, amma bunun hər yeri yanır? Əvvələn niyə bunun, bunların sistemi radarları var. Radar bunun üçündür ki, radarı görə. Radar bunun üçündür ki, yerin altında daşlar var, onları görsün. Uzaqda bir ağaç var suyun üstündə, onu görsün. Bir gəmi gəlir, onu görsün. Bir buz var dağ üstündə, onu görsün. Bir ayrı bir şey var, onu görsün. Yəni, elektroniki axtarmır. Bəlkə elektronik, qeyri-elektronik bir şeyləri görmək üçün çalışır. Çünki bu mövzu göndərib, hər nə ki qabaqda vardı, olmasa gedir, qeyitmir. Əgər qabaqda bir maneə dəysə, qeydir gəlir radara, radar alır ki, bəli, 200 metrlikdə bir dənə ağac düşüb suyun üstünə gedir. Mən dəysəm ona, mənə bu zərər dəyər. Yolun çevirir. Bu da bunların, eyni halda bunların sistemi navbəriləri vardır. Beynəlmiləli, necə məsələn təyyarələrin göydə bir sistemi vardı, tamami məmləkətlər dünyada ona üzvdülər. Təyyaralar getdikcə onları gərək hamısı bir-bir çək eləyələr, görələr. Göydəki təyyaralar da bir-birlərini görürlər. Yerdən də təyyaralar xəbər verirlər. Bu sistem ki, göylərdə hakimdir, yerdə də suyun üstündə də hakimdir. Yəni bir dənə gəmi hər şəraitdə hara hərəkət eləsə, onun məsiri bəlli olar, onun hər şeyi görünər və bir gəmilər bir-birlərinə xəbər verirlər, ona yaxın getməsinlər. Əgər qərar ola bir dənə gəmi radarlarını söndürməklə gedə bir ayrı gəmiyə dəyə, onda gərək İran radarlarını söndürər, Amerikanın navlarını hamısını partladar. Özü də ki, qayıqlərində əslən GPS də yoxdur, elektronik sistem də yoxdur, eləyə bilərlər gedib qayığı vuralar, amma vuranmırlar. Çünki radar bunun üçündür ki, onu kəşf eləsin. Ondan sonra bunların sistemi, internet şeyləri vardı, mahvarıya bağlı sistemləri vardı.
Bunların bilsim sistemləri vardı. Bu işləyənlər 30 neçə nəfərdə bunların mobilləri vardı. Beynəlmiləl mobilləri vardı. İran mobilləri vardı. Nə bilim, biraz bahalı mobilləri vardı. İnternetə bağlıdılar. Əvvələn bu ikinci, indi sorular var. Bunlar hamısı sorudur ha. Bunların hamısı sorudur. Yəni biz gəmidə bunları ölçəşirik. Çünki sonra bu gəmi vurdu buna. O gəmi ki vurub da hara getdi? Onun başına nə gəldi? Bu gəmi plastik deyildi ki. Yündən, döşəkdən deyildi ki. Bu gəmi də dəmir idi, neft gəmisi idi. O da yük gəmisidir. O bunu vurdu. Bu cırıldı. Ona nə oldu? Qoydu qaçdı, dozdu dəryayı deyildi ki. Gəmilərin sürəti suyun üstündə deyirlər 30 kilometrdən 40-50 kilometrin arasındadır saatda. Bir dənə gəmi buna vurdu. Vuran yeri dağıldı onun da. O hara getdi sonra? O gəmi niyə yoxdur? Bu da bir sual. Hara getdi? Niyə bu gəmiyə 80 kilometrdən, bunu da deyim. Bu sistemi radar ki bunların üstünü var. 80 kilometr fasilədən suyun üstündə təxtə də olsa bilir. Ehtiyac yoxdur qayıq ola, gəmi ola. Bu bilir. 80 kilometrdən o niyə bilməyibdir bu gəlir? Bu niyə? Bunların çıraqları var. Niyə çıraqlarını görməyiblər? Bu İranınki söndürübdür. Niyə söndürübdür? Hangi qanuni beynəlmiləli ayaq altına qoyulmuş, neft əvəzinə nə aparırmış? Sora bilərik bunları. Əgər çırağını söndürüb, əgər orasını söndürüb, əgər burasını söndürüb, mobillərini söndürüb, hər şeylərini söndürüblər, bunlar nə qaçaq edirmişlər? Nə qaçaq edilmişdir ki, dünya beynəlmiləl səviyyəsində İran bunun qaçağına məhkum olmuşmuş, gərək bunu qaçaq eləməyəymiş, alıb satmayaymış, amma almışmış, satmışmış. Pəs bu nəft ola bilməz onda. İndi hamı bunun yanmağından 8 gün yanır, bəllidir ki, nəft. Qaz deyil. Ayrı bir şey də bunun içində yoxdur. Neçə gün bu yanır orada, əksiləri var. İndi, niyə burada işləyənlər gördülər ki, gəminin bu tərəfi partladı, nəft gedir aşağı suya, niyə xəbər vermədilər İran dövlətinə? Ya o məsul yerlərə, ya nəftə hər yer alacaqdır, niyə o birisi yerlərə xəbər vermədilər? İnternetləri niyə açmadılar? Radarları niyə açmadılar? Çünki 1-2 gün deyil ki, bunlar elə o ləhzə partlayıb gəmi yanmadı ki, gəmi 7 gündən sonra hələ qərq olunubdur. 10 gün də hələ. Bəs bu burada bəllidir, bunlar oturublar. Niyə internetlə danışmayıblar? Niyə arvadlarına, famililərinə bu işləyənlər deməyiblər ki, aha, biz burada gəmimiz partlayır. Əhs niyə salıb göndərməyiblər? Niyə deməyiblər nə olubdur? Yaxçı, bu ölənlər hardadılar? Niyə hop bulub suya düşməyiblər? Niyə gəmilərlə, qayıqlarla qaçmayıblər? Nə olubdur? Niyə bunlar məfqudun əsər olublar? Niyə bunların ailələri narahat deyil? Niyə bu səfər vəzir narahatdır? Bu səfər hər yerdə, məsələn, Qəradağda zəlzələ gəldi, Qətar od tutdu, Azərbaycanlılar yandı, ailələr şivən elədilər, ağladılar, sıtxadılar, lənət oxudular Cumhuri İslamiyə. Dövlət dedi, ağa, bimə dəyi bəyə. Yəni, çox soyuqqanlı. Bimə dəyi geçsin, biməsini alsın da, ölübdür, cəhənnəmə cora. Azərbaycanlıların biri əskik. Amma burada vəzir ağlır. Tarixi İranda birinci dəfə vəzir ağlır ki, ölüblər. Amma xanəvadələr narahat deyil. Fəqət biri deyir ki, bir dənasılardan deyir ki, vay əzizəm, sən elə belə şəxsi biraz gedir. O da bəllidir ki, çox film oynur. Necə ki, gəmi 3-4 gün sonra başlayıb kamil yanmağa. Əvvəl əksləri ilə, sonra əkslərinə baxsaq görərsiniz. Bəs burada biz hər şeyi sorğuluruq. Niyə dövləti İrana xəbər vermədilər? Niyə dövləti İran ora
seyr gəmilərin göndərmədi, cəngi gəmilərin, bunların İranda iddia edirlər ki, Dəryayı Hindidə, Hind dəryasında gəmiləri var. Niyə o gəmiləri göndərmədilər? Ondan sonra bu gəmilərin özləri, hamı gəmilər bu cürdür. Hamı, hətta burada belə təfrihi gəmilərdə, qayıqlar da ki, məsələn, 10 metr uzunluğudur. Bunların sistemi pompajı var. Yəni, özlərinin içəridən suyun altından, gəminin altından çəkərlər. Bu üstəkilər eləyə bilərlər ki, onu söndürməyə cəhd eləyərlər. Bu sistemdəki iymeni sistemidir. Ondan sonra bu oduzadı söndürmək sistemləri ki, bilirsiniz da, bunlarda gərək çox olsun. 1000 dana bunlarda sistem var ki, bu od sönsün. İkinci bu ki, burada od niyə yanıbdır? Bu özü məsələdir. Bu od hardan çıxıbdır? Çünki bu yük gəmisi dəydi buna. Buna muşək dəymədi ki, bu yana. Bunu bir yerdən yandırmaq başlandı. Kim başlatdı? Kim neynədir ki, bu adamlar ki, bu gəmidə işləyirlər, heç kəsə telefon eləmədilər, heç kəsə vəziyyəti demədilər, heç yerdə bunların səsləri yoxdur, heç əks yazıb göndərmədilər. Bunlar hamısı sorğudur ha. Biz tamami xəbərləri belə sorğuluruq. Niyə dövləti İran bu xəbəri eşitdi, həmən dəqiqə ki, bunu eşitdi, navın göndərmədi, təyyaraların göndərmədi. Bizim bir də təyyaralar var ki, suyun üstündə yenərlər suya. Niyə onları göndərmədilər? Niyə təyyaraları göndərmədilər ki, bunlar bu od tutanda göydən su səpərlər, göydən o söndürən maddələri səpərlər ki, bu yanmasın. Bunlar, təyyaralar niyə getmədilər? Niyə gedib orada düşüb bunların adamları nəcat verməyə çalışmadılar? Dövləti İran niyə qoydu bu gəmi kamil yandı? Bu İrandan bu gəmi yanan yerə 1 saat 20 dəqiqəlik Airbus gedər. Ya 30 dəqiqə, ya 2 saata Airbus gedər. Cəngəndə savaş təyyaraları 1 saatdan da 20 dəqiqə, 30 dəqiqə gedər. Çünki saatda 800-900 kilometr fəqət musafir şeyləri gedir. Təyyaraları gedir. Savaş təyyaraları daha hızlı gedir. Bəs baxın, xəbərnigarın vəzifəsi nədir? Roşənfikrin vəzifəsidir. Roşənfikrin və xəbərnigarın vəzifəsi birinci sorğulamaqdır. Hər ittilaat ki bizim əlimizə gəlir. Hər ittilaat ki. Əvvəl sorğumuz nədir? Bu düz ola bilər, ya yanlış ola bilər. Bu xəbər ki gəlibdir, bu ittilaat, information ki bizə gəlir. Bunu veriblər ki bizim zehnimizi kanalizə eləyələr. Biz ayrı cür düşünək. Bizim vəzifəmiz nədir? Tapaq ki bu kanalizə bizi istər eləsin xəbər. İstərlər biz rəsmi, keçən həftə dedik, rəsmi xəbərləri yayaq. Çünki onlar sansur eləyiblər, bizə xəbəri veriblər də. Mənafeləri üçün xəbəri sansur ediblər. İndi biz ki, gərək axtaraq, görək, sorğulayaq bu xəbəri. Kimin mənafeyi üçün yazılıbdır, niyə yazılıbdır, niyə bu zamanda yazılıb, niyə bu formatda yazılıbdır, bu xəbərin ünsürlərin hansısı azdır, bu ünsürlərdə hansı ünsürlər düz ola bilər ya yox, bu gəminin partlayıb patlamamasını çıxadıq eşiyə. İndi biz, əziz dostlar, bu xəbərimizdə, sorğulamada mən geçmişəm vaxtımı, bağışlarsınız. Biz bu sorğulamada gərək ən qısa zamanda oturaq, intelligence, zəka, zəkilik, huş yox ha, zəkilik. İranda mütəəssifənə bunlara anlam yoxdur. Fars ədəbiyyatında intizai bəhslərə Fars dilində söz yoxdur. Onlarla danışmaq olmur. Onun üçün zəkilik ərəbi sözüdür. Zəkavəti işə tutacaq. Bu toğlamaqları ki, xəbər adına bizə verirlər, bunları kəşf eləyəcək, sorğulayacaq. Bu roşən fikrinin birinci addımıdır. Sorğulamaq və sorğulamaqda nəqdə yetişmək və nəqd eləmək roşən fikrinin və jurnalistinin birinci addımıdır. Yəni, əgər bir nəfər
Deyək ki, 100 dana xəbər Facebookda var, 1000 dana xəbər Facebookda var, 100 dana əksi var, filan vardı. Amma mən bu əkslərlə, bu xəbərlərlə istəyirəm gedəm, bu adam jurnalist deyil. Bu adam müqəlliddir. İstəyək jurnalist olaq, gərək taza sual soruşaq. O sualları soruşaq ki, bizdən qabaqdaşlar soruşmayıblar və o cür macəraya baxmayıblar. Bizim fərqimiz o birisi jurnalistlərlə, jurnalistlik məsələsində budur ki, taza bir məsələ ilə, taza bir baxışla, taza bir sorğu ilə həman məsələni açıqlayırıq. Açıqlayanda taza bir zaviyyə açılır. Və biz təslim olmuruq. Sorğular təslim üçün deyil. Sorğular üsyan üçündür. Sorğular rəsmi, idari, inandığımız adamları sorğu altına aparmaq üçündür. İnandığımız xəbər mərkəzlərin sorğu-sualı altına aparmaqdır. Bəzi mərkəzlər xəbər ki yazıblar, bəzi yox, hər mərkəz ki xəbər yazıblar, onun mənafeinin ziddinə sorğu olmaq üçündür. O baxışı, o mənfəətləri öz baxış və mənfəətlərimizlə dəyişdirmək üçündür. Pəs, əziz dostlar, jurnalizmin və habelə ziyalı olmağın, ya roşənfikir olmağın birinci addımı sorğuçuluqdur. Sorğuçuluq intiqad məsələsinə və dünya dəyişiminə səbəb olar. Çünki siz sorğuda sünnəti, tarixi, təəssüb əsasında olan fikirlərin əleyhinə üsyan edirsiniz. Sorğu yəni bu. Sorğu budur ki, əgər deyirlər ki, su şirindir, sən onun əleyhinə üsyan edirsən. Qoy desinlər, ahmaqdır. Yox, bu taza baxışdır. İnsanlar ki deyirlər, mən belə desəm gülərlər, qeyri-elmi insanlardılar. Ağıldan istifadə eləmirlər, camiədə olan fikirlərə təslim olurlar. O halda ki, bir jurnalisti və bir jurnalist və bir jurnalistni hərəkət edən bir camiə, ya quruh, ya dəstə sünnəti raic qəbul olunmuş fikirləri, ittilaatı, informationi qəbul eləmirlər, onu sorğu-sual altına aparırlar. Buradandır ki, camiə aydınlaşır. Camiə görür ki, taza bir fikir var. Bu gəmi ola bilməz ki, bata, ola bilməz ki, 8 gün yana, nə Çin, nə o birisi dövlətdə gəlib getməyələr. O halda ki, dəryanəvərdi qanunlar var. Əslən, heç məmləkət deyə bilməz ki, sən mənim gəmim od tutuqda onun qabağını alma. Getmə, onu nəcat vermə. Belə bir şey dünyada yoxdur. İranlılar əvəzin ki, sorğuya cavab verələr, sorğu axtarırlar, to'tə dalısıcanda Amerikalılar ya Çinlilər bu gəmini vurublar, gediblər, sonra bu adamların əl-ayaqlarını bağlayıblar, sonra bunları qoyublar şeyə, orada yanalar, sonra gediblər cəbəs siyahın, bunun qara cəbəsin tapıblar, onu aparıblar, aparandan sonra da partladıblar bunu. Nəğilə baxın, fikrə baxın, oyuna baxın. Ya burada adam yox idi, ya bu adamlara taza sicilli veriblər, taza pasport veriblər, göndəriblər bir ayrı bir yerə. Bunlar bir aydan sonra, yarım aydan sonra arvad uşaqlarını da tapacaqlar, yaşayırlar. Ya da ki, bunlar gəminin içində dava verilibdir, hamısı ya əl-ayaqları bağlanıbdır. Bunu kim eləyə bilər? Heç gəmiyə, heç kəs girə bilməz. Çünki orada 32 nəfər adamın əlində telefon vardı, dəstgah var, falan var, 1000 dana bir şey vardı. Xəbər verirlər bu gəmiyə, oğru cildi, əyri cildi, Amerikalı cildi, Çinli cildi. Niyə xəbər verməyiblər? Bunların hamısı göstərir ki, burada bir oyun vardı və o oyun jurnalistlərin oyunlarının nə qədər təslim olub olmamağa əsasında ya davam tapacaq, ya aydınlaşacaq. Çox sağ olun. Bir qısa aradan sonra əməli jurnalist bəhsinə giririk. Bir 2-3 dəqiqədən sonra sizi görmək ümidi ilə. Sağ olun.